Salam dostlar, bu videoda Excel-də F5 düyməsindən istifadə edərək maliyyə analizi zamanı boş kanallara qısa bir zamanda not available sözünü necə yapışdırmağımızı göstərəcəm. Əvvəlcə cədvəlimizdən kənarda, məsələn, YT xanasında not available sözünü qısa olaraq qeyd edək. Bu bizim kopyalayacağımız mətn olacaq. Kopyaladıqdan sonra boş kanalları doldurmaq üçün istədiyimiz sahəni seçirik. Tutaraq ki, B2-dən bunu shift vasitəsilə və yaxud da ki, mouse vasitəsindən istifadə edərək seçə bilərsiniz. Bu işarələdiyimiz ərazidən seçdikdən sonra klaviaturada F5 düyməsini sıxırıq. Demək, qarşımıza Go to pəncərəsi çıxır ki, bu pəncərədən də aşağı sol sırada yerləşən Special bölməsini seçirik. Açılan yeni pəncərədə Blanks, yəni boş xanalar seçimini işarələyirik və OK düyməsinə basırıq. Excel avtomatik olaraq seçdiyimiz sahədəki bütün boş xanaları seçəcək. Yəni, diqqət yetirin, yalnız boş xanalar seçilib, dolular seçilməyib. Daha sonra seçilmiş boş xanaların üzərinə həmin əvvəlcədən kopyaladığımız ənəyi Ctrl-V vasitəsindən yapışdırmış oluruq. Gördüyünüz kimi bütün sahə, bütün xanalara bir anda həmin o kopyaladığımız yazı yazıldı. Bu üsul maliyyə analitikləri üçün böyük vaxt qənaəti deməkdir. Bəyəndinizsə like etməyi unutmayın. Növbəti videolarda görüşənədək.